izləyicilər, hamınızı salamlayıram və hamınıza uğurlar arzulayıram. İnşallah bugün Ər-Rəhman surəsinin təcvid qaydasında oxunuşu barəsində sizlərə məlumat verəcəm. Bismillahirrahmanirrahim. Bundan qabaq da dediyimiz kimi Bismillah kəlməsini dedikdə biz sin hərfinin üstündə ani tormuzlanma veririk. Gülümsəyən vəziyyətdə sin hərfini demək lazımdır. İnsanın gülümsəyən vəziyyətə halı alınmalıdır. Ondan sonra mi demək ləfz-i cəlalə olacaq Allah kəlməsi, çünki Allah kəlməsindən qabaq burada kəsrə gəlir. Bismillahir. Burada hə hərfi incə oxunacaq və ra hərfi qalın oxunacaq. Ra'dan sonra olan hə hərfində ani tormuzlanma verəcəyik. Mə iki səs qədər qaldırılacaq. Nir-Rahimdə isə Rahim kəlməsi bu ra qalın oxunacaq. Hə hərfi boğazın ortasından çıxarılacaq və 4 hərəkət miqdarında uzadılacaq. Bir də oxuyuram. Bismillahirrahmanirrahim. Bir də oxuyuram. Bismillahirrahmanirrahim. Demək, Bismillah kəlməsini demək oxuyuram. Bir də biz ani tormuzlanma, mi incə samit, ləfz-i cəlalə, Bismillahirrah, rah kəlməsini dedikdə ra qalın, hə boğazdadır, mə iki səs, nir-rahim. Burada rahim, hi kəlmə, burada hi 4 hərəkət miqdarında uzadılacaq. Çünki mədd ariz olacaq. Çünki Bismillah kəlməsinin, yəni burada vəqfə gedir və mimin üstündəki mimin altındakı kəsrəni atıb üstünə burada sükun gəlir. Mimi də izhar edirik. Ər-Rahman. Bir də oxuyuram. Ər-Rahman. Ər-Rahman kəlməsində demək ra hərfi qalın oxunacaq. Qalın, hənin üstündə demək ani tormuzlanma, hə boğaza salınacaq. Mə kəlməsi isə mə 4 hərəkət miqdarında uzadıla bilər. Çünki məddə ariz olur, ayə qutarır. Nun hərfinin üstündəki zəmmə atılacaq və bura sükun gələcək və nun hərfini də izhar edəcəyik burunda. Bir də oxuyuram. Ər-Rahman. Bir də oxuyuram. Ər-Rahman. Ra hərfinin məxrəci dilimizin ucu yuxarı üst dişlərin altındakı ətə dəyir və qalın şəkildə nədir? Tələffüz olunur. Sonra ikinci ayə gəlir. Alləməl Qur'an. Alləməl Qur'an. Alləməl Qur'anda ayn hərfi boğazın ortasından çıxarılır və şəklində deyirik. Alləməl, ləm hərfi incə samitlər qrupuna aiddir. Mim hərfi incə samitlər qrupuna aiddir. Burada əl artiklı, bax burada ləmin sükununu saxlayırıq. Burada izhar-ı qəməriyyə olacaq. Çünki qaf hərfi nədir? Qəməri hərfdir. Ona görə əl artiklı yerində qalacaq. Alləməl Qur'an. Alləməl Qur'an. Qur'an dedikdə burada qaf hərfinin məxrəci, dilin sonu və dilçəyin baş hissəsində əvvəlindədir. Ra hərfi qalın oxunacaq. Çünki sükunlu ra hərfindən qabaq zəmmə gəlir. Bir də oxuyuram. Alləməl Qur'an. Nun hərfini də neyinirik? İzhar edirik. Xaləqal insan.
Xalaqal insan. Xalaqal kəlməsində iki qalın hərf, yəni istilah hərfi, bir dənə ləm inzə samitdir. Bunları tələffüz edərkən qalınlıqları ləyə vermək olmaz. Bəzi Quran qiraətçiləri praktikada rast gəlmişik ki, belə kəlmələri oxuyanda istilah hərflərin məxrəcindən çıxıb, demək incə samitlərin məxrəcinə, incə samitlərə girə bilmirlər. Xalaqal şəklində oxuyurlar. Bu təcvid qaydalarına ziddir. Xalaqal. Xalaqal şəklində oxumaq lazımdır. Xa hərfinin məxrəci boğazın yuxarısında, ləm hərfi ağız boşluğunda deyilən samitdir. Dilimizdəki l səsi kimidir, fərq etmir. Qaf hərfinin məxrəci dilin sonu və dilçəyin başlanğıcındadır. Bu hərfi tələffüz edərkən çox da qalın qa şəklində yox, qaf və kəf hərflərinin hibridi kimi demək lazımdır. Xalaqal, xalaqal, xalaqal yox, xalaqal şəklində demək lazımdır. Burada ləmin məxrəci saxlanılır. Xalaqal insan. İnsan kəlməsində nun hərfi sin hərfinə yetişir, ixva olur. Nunun 1/3 hissəsi sinin məxrəcində gizlədilir. Dilimizdəki s hərfi kimidir. Biz necə s deyiriksə, ərəb dilində də o cür s deyilir, fərqi yoxdur. Sonra sin hərfindən sonra gördüyünüz kimi təbii mədli ərif gəlir, əlif. Ayə qutardığına görə mədd-i aris hökmündə olacaq və 4 hərəkət miqdarında uzadılacaq. Bir də oxuyuram. Xalaqal insan. Nun hərfini neyinirik? İzhar edirik. Nunun üstündəki fəthəni atırıq və nunun üstünə sükun gəlir. Bir də oxuyuram. Xalaqal insan şəklində oxuyacağıq. Sonra gəlir 4-cü ayə. Allaməhul bəyan. Allaməhul bəyan. Allaməhul dedikdə ayn hərfini boğazın ortasından çıxarırıq. Ləm hərfi ağız boşluğunda deyiləcək. Sonra mim hərfi incə samitlər qrupuna aiddir. Hu burada dolu oxunacaq. Hul ləmin sükununu saxlayırıq. Burada izhar-ı qəməriyyədir. Allaməhul bəyan. Bəyan. Bəyan kəlməsində bə incə samit, yə 4 hərəkət miqdarında uzadılacaq. Çünki mədd-i ariz olacaq, ayə sona yetir və nunun üstündəki fəthə götürülərək bura sükun gəlir. Bir də oxuyuram. Allaməhul bəyan şəklində oxuyacağıq. Gəlir bizə 4-cü ayə. Əş-şəmsu. Əş-şəmsu. Sin hərfi incə samitdir. Belə deyirik. Əş-şəmsu. Burada əş-şəmsu da demək izhar-ı şəmsiyə edirik. Əslində əl-şəmsu idi. Şin hərfi bizdə demək şəmsiyə samiti olduğuna görə əl-şəmsu oldu əş-şəmsu. Əş-şəmsu mim hərfini izhar edilir, ağzı yumruq. Əş-şəmsu sin hərfini incə deyirik. Dilimizdəki olan s hərfi kimidir, amma bir qədər incə şəkildə deyirik. Vəl-qaməru. Vəl-qaməru. Burada
İzhar-ı qəməriyyədir. Vəf hərfinin məxrəci dodaqlar qönçələnərək və deyirik, əl artiklını saxlayırıq burada 2 saniyə müddətində və burada izhar-ı qəməriyyə olur. Yəni, qaf hərfi qəməriyyə hərfdir. Ona görə ləm artiklı saxlanılır. Vəl-qaməru, vəl-qaməru. Qafın məxrəci dilin sonu və dilçəyin əvvəlindədir. Qaməru. Mə incə, ru qalın oxunacaq. Ra hərfinin məxrəci dil yuxarı üst dişin altındakı ətə dəyir. Vəl-qaməru, vəl-qaməru bihusbən, bihusbən. Burada bihusbən dedikdə bi incə samitdir. Hə hərfini boğazdan çıxarırıq. Bihus, bihus. Sin hərfini, məxrəcini izhar edirik. Bən dedikdə burada bən 4 hərəkət miqdarında bə uzadılacaq. Çünki nə olur? Mədd ariz olur. Nunun üstündə də bir dənə sükun peyda olacaq. İndə tullanacaq. Bir də oxuyuram. Vəl-qaməru bihusbən, bihusbən. Nunu izhar edirik. Sonra gəlir bizə 6-cı ayə. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ. Bir də oxuyuram. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ. وَالنَّجْمُ dedikdə və məxrəci dodaqlar qönçələnir, deyirik. Burada izhari şəmsiyə olacaq. Yəni, vəl-nəcmu, vəl-nəcmu idi əslində kökdə. Amma nun hərfi şəmsiyə samiti olduğuna görə vəl-nəcmu şəklində oxunacaq. Nun hərfi burunda sıxılacaq. İdğam mə'al-gunnədir. Yəni, burunda sıxılacaq. Sonra cim hərfi qütbicət hərfdir, qəlqələ hərfidir. İyə meyilli, az-azıq İyə. Vəl-nəcmu, vəl-nəcmu. Mu incə samitdir. Vəl-nəcmu, vəş-şəcəru, vəş-şəcəru. Vəv hərfinin məxrəci dodaqlar qönçələnir, deyirik. Sonra burada idğamdır və həm də izhar-ı şəmsiyyədir. Vəş-şəcəru əslində vəl-şəcəru idi. Şin hərfi. Demək, bu bizdə idğam hərfi olduğuna görə və həm də şəmsiyə hərfi olduğuna görə vəl-şəcəru oldu vəş-şəcəru. Şin hərfinin məxrəci dilimizdəki ş hərfinin tələffüsü kimi olacaq. Cə, burada dilimizdəki c hərfindən bir qədər yumuşaq deyilir. Vəş-şəcəru. Ra hərfi qalın oxunacaq. Ra'nın məxrəci. Demək, dilimiz yuxarı üst dişin altında ətə dəyəcək. Vəş-şəcəru yəscudən. Yəscudən. Sinin üstündə ani tormuzlanma, gülümsəyən vəziyyətdə. Yəscudən. Yəscudən. Burada ayə sona yetdiyinə görə də burada 4 hərəkət miqdarında uzadılacaq. Nunun aşağısında olan kəsrə atılacaq və nunun üstündə sükun peyda olacaq. Nun hərfində diqqətli olmaq lazımdır Quran oxuyanlar. Və çox vaxt Quran oxuyanlar belə şeylərə fikir vermirlər. Nunun hərfini izhar edin oxuyanda. Burunda deyin. Yəscudən. Yəscudən. Nunu izhar etmək lazımdır. Sonra gəlir bizdə
7-ci ayə. وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ. Bir də oxuyuram. وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ. Burada vəs-səmə dedikdə zəf hərfinin məxrəci dodaqlar qönçələnir və ədirik vəs-səmə. Vəs-səmə. Niyə görə burada dodaqlar qönçələnir, həmişə təkrarlayıram? Çünki bəzi vaxtda Quran oxuyana bunu va kimi oxuyurlar. Təcvid elmində va yoxdur, və var. Ona görə burada səmə sin hərfindən öncə burada ləm var idi. Yəni burada sin hərfi şəmsiyə samiti olduğuna görə olacaq, izhar-ı şəmsiyə olacaq burada. Vəl səmə oldu vəs-səmə. Vəs-səmə kəlməsində burada mə, gördüyünüz kimi üstündə böyük məd var. Məddi arid edək. Demək, burada vəs-səmə kəlməsində demək, mənası səma isimdir. Həmzə məddə aiddir. Yəni, həmzə ismdən bir yerdə işləndiyinə görə məd həmzəyə aid olur, bir yerdə işlənir və məddi müttəsil hökmündə olacaq. وَالسَّمَاءَ رَفَعَهَا ra qalın, fə incə. Demək, fə hərfinin məxrəci bizdə olacaq demək, üst dişlə alt dodağın arasında. Rafəə, qayn hərfi boğazın ortasından çıxarılır, ədirik. Rafəə, iki səs qədər uzadılacaq. Boğazın aşağısından bu hərfin məxrəcini çıxarırıq. Rafəə və vədəğəl. Vəv hərfi dodaqlar qönçələnir, ədirik. Və dad hərfi qalın hərfdir, istilah hərfdir. Dad hərfinin məxrəci dil sol tərəfdən iki dişin arasına girərək qalın dad hərfini çıxarırıq. Daddan sonra qayn gəlir, incə samitdir. Qayn hərfinin məxrəci demək, boğazın ortasından çıxarılır. Burada bir şeyə çox diqqət etmək lazımdır. Demək, iki incə hərf, incə samit, bir dənə qalın gəlir. Burada çox diqqətli olmaq lazımdır. Hər bir hərfin məxrəcini öz yerində demək lazımdır. Vəvin məxrəcindən çıxıb dadın məxrəcinə girmək, dadın məxrəcindən çıxıb aynin məxrəcinə girmək lazımdır. Bir də yavaş-yavaş oxuyuram. Və-və-da-ğal. Və-və-da-ğal şəklində oxumaq lazımdır. Bəzi vaxtda Quran qiraətçiləri bunu və-və-da-ğal şəklində oxuyurlar. Yəni, dadın məxrəcindən çıxara bilmirlər, qayn hərfinə anı verirlər. Bu da təcvid qaydalarına ziddir. Və-və-da-ğal. Və-və-da-ğal. Ləmi saxlayırıq. İzhari burada demək qəməriyyədir. Mizən. Və-və-da-ğal mizən. Ləm sükunu saxlayırıq. Mi 2 səs, zə 4 səs. Niyə görə? Çünki ayə vəqfə gedir, mədd ariz olur. Nunun üstündə hərəkə atılır və bura sakin gəlir. Yəni sükunlu olacaq. Bir də oxuyuram. Və-və-da-ğal mizən şəklində oxuyacağıq. Sonra 8-ci ayə. Əllə tətuğav fil-mizən. Bir də oxuyuram. Əllə tətuğav fil-mizən. Burada əllə oxuduqda lə incə samitdir. 2 hərəkə miqdarında bunu uzadacağıq. Əllə tətğavda
T'nin məxrəcini aşkar deyirik. Tətu. Tətu. Burada ta hərfi qəlqələ hərfidir. Azacıq u'ya meyillidir. Tətu. Qav. Tətu. Qav. Şəklində deyəcəyik. Qa hərfinin məxrəci boğazın yuxarısındadır. Qav. Qalın şəkildə deyəcəyik. Fil dedikdə fini uzatmayacağıq. Çünki burada nə var? Birləşdirici həmzə var. Fil ləmi saxlayırıq. Burada idğam, demək izhar-ı qəməriyyə olacaq. Fil mizən. Fil mizən. Fil mizən kəlməsində dediyimiz kimi ləmi saxlayırıq. Mi iki səs. Çünki özündən sonra təbi məddli hərf gəlir. Mi, zən, zəd 4 hərəkət miqdarında qaldırılır. Çünki ayə vəqfə gedir və mədd-i aris hökmündə olacaq. Nunun üstündə demək sükun peyda olacaq və kəsrə buradan tullanacaq. Bir də oxuyuram. Əllə tətuğav fil mizən. Sonra keçirik növbəti ayəyə, 9-cu ayə. Və əqimul vəznə bil qisti. Bir də oxuyuram. Və əqimul vəznə bil qisti. Burada və o dedikdə dodaqlar qönçələnir, deyirik. Və əqimu, əqimu. Burada əqimunu dedikdə əqi qaf hərfi qalın hərfdir. Ondan qafdan sonra gələn i ığlaşmayacaq. Elə i şəklində də deyiləcək. Qaf hərfinin məxrəci dilin sonu dilçəyin başlanğıcındadır. Və əqimul vəznə. Burada əqimul vəznədə ləm hərfi, ləm sükun saxlanılır. İncə deyiləcək və izhar-ı qəməriyyədir. İzhar-ı qəməriyyə. Burada yəni ləm vəvə çevrilmir. Və əqimul vəznə. Vəznə. Burada zeyn hərfini, z hərfinin məxrəcini dilimizdəki z hərfi kimidir, fərq etmir. Üstündə ani tormuzlanma edirik. Bir də oxuyuram. Və əqimul vəznə. Əl-vəznə bil-qisti. Bil-qisti. Bil-qisti kəlməsində burada bi incə samit, ləm sükun saxlanılır. Burada izhar-ı qəməriyyə olacaq. Çünki qaf qəməriyyə hərfdir. Bil-qisti. Ta hərfindən sonra i ığlaşır. Ta hərfinin məxrəci, demək dil yuxarı damağa dəyər dəyməz vəziyyətində qalın ta deyirik və i-ni də ığlaşdırırıq. Bil-qisti və lə tuxsirul mizən. Bir də oxuyuram. Və lə tuxsirul mizən. Və lə tuxsiru dedikdə və hərfi dodaqlar qönçələnir, deyirik. Lə iki səs qədər qaldırılır. Lə tuxsiru dedikdə tux xa hərfinin məxrəci boğazın yuxarısındadır. Tuxsirul si incə samitdir. Dilimizdəki s hərfi kimidir. Si rul ra hərfi qalın oxunacaq. Rul mizən. Və lə tuxsirul mi iki səs. Zən 4 hərəkə miqdarında oxunacaq. Çünki mədd-i aris hökmündə olacaq. Ayə sona yetir. Nunun üstündəki fəthə atılır. Bura bir sükun gəlir. Nunu da neynirik? İzhar edirik. Bax, indi nunu izhar edəcəm. Ayənin sonunda
çox vaxt Quran oxuyanlar belə şeyləri yaddan çıxarırlar. Bir də oxuyuram. Və la tuxsirul mizan. El-mizan. Nunu izhar etdik. Gəlir növbəti ayə, 10-cu ayə. Vəl-ərda. Vəl-ərda. Vəl-ərda dedikdə zəf hərfinin məxrəci dodaq qönçələnir, ədirik. Vəl-ərda. Ləmi saxladıqdan sonra keçirik ərda. Ərda dedikdə ra qalın oxunacaq. Çünki radan qabaq öncə nə gəlir? Demə gəlir, fəthə gəlir və bundan da əlavə dat hərfi gəlir. Dat hərfi gəlir. Ona görə ra hökmən burada qalın oxunacaq. Dat hərfinin məxrəci dilimiz sol tərəfdən iki dişin arasına girir və la hərfini da deyirik. Vəl-ərda. Vəl-ərda şəklində deyirik. Sonra və-də'əhə. Və-də'əhə. Və-də'əhə lil-ənəm. Bir də oxuyuram. Və-də'əhə lil-ənəm. Bunu oxuduqda çox diqqətli olmaq lazımdır ki, dat hərfinin məxrəci dadın məxrəcindən çıxıb, o dəqiqə qayının məxrəcinə düşməliyik. Və-də'əhə. 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 Qayn hərfini, demək dat hərfinin məxrəci dediyimiz kimi dil sol tərəfdən iki dişin arasına girir, qalın dat hərfini çıxarırıq. Qayn hərfinin məxrəci boğazın ortasından çıxarılır. Hə iki səs qədər uzaldır və bu hərfin məxrəci boğazın aşağı hissəsindədir. Bir də təkrarlayıram. Və-də'əhə lil-ənəm. Lil-ənəm. Lil-ənəm dedikdə lil hər iki hərf incə samitdir. Ləmin məxrəcini saxlayırıq. Lil-ənəm. Burada nun hərfindən sonra gördüyünüz kimi təbi mədli hərf gəlir, əlif gəlir. Ayə sona yetdiyinə görə 4 hərəkət miqdarında uzadılacaq. Mədd-i aris hökmündə olacaq. Və mim hərfinin aşağısındakı burada kəsrə atılır. Mimin üstünə bir sükun gəlir. Və mimin hərfini izhar edirik. Çox vaxt qiraətçilər belə şeylərə fikir vermir. Praktika bunu göstərir. Və mimi ağzımızı yumub mimi izhar edirik. Məsələn, oxuyuram mən. Lil-ənəm. Lil-ənəm. Sonra gəlir bizə 11-ci ayə. Fiyhə fəkihətun vən-nəxlu. Fiyhə fəkihətun vən-nəxlu. Fi iki səs. Fi, fə hərfi yuxarı üst dişlə aşağı dodağın arasında olacaq. Fi iki səs, çünki özündən sonra təbi məddə hərf gəlir. Fiyhə. Burada hə iki səs qədər qaldırılacaq, çünki hədən sonra da təbi mədli hərf əlif gəlir. Hə hərfinin məxrəci boğazın aşağısındadır. Heç vaxt bunu gərək boğazın ortasına salmaq olmaz. Fiyhə. Fəkihətun kəlməsinə baxaq. Fə iki səs qədər qaldırılır. İncə samitdir. Fənin məxrəci yuxarı üst dişlə alt dodağın arasında olacaq. Fəkihətun kəf hərfinin məxrəci dilin sonu və dilçəyin axırındadır. Fəkihə. Hə boğazının aşağısından çıxarılır bu hərfin məxrəci. Fəkihətun. Burada sin var, bu səqtə deməkdir. Yəni vəqf edib bir əlif miqdarında dayanıb
və çox dayanmaq olmaz. Bir əlif məqdarında dayanıb növbəti ayəyə keçmək lazımdır. Fəkihəh deyib bir əlif miqdarında və nəxlu deyib ayəni sona yetirməliyik. Və nəxlu. Bura vəf hərfinin məxrəci, dodaqlar qönçələnir və ədirik. Sonra burada izhari şəmsiyə var. Vəl nəxlu olur. Vən nəxlu. İdğam mə'al gunnədir. Nun hərfi burunda sıxılacaq. Xa hərfi boğazın üstündə, boğazın yuxarısında, yuxarısında deyiləcək. Xa hərfinin üstündə ani tormuzlanma verib, lu-nu incə şəkildə çıxarırıq. Baxırıq, bir də təkrar edirəm. Vən-nəxlu zətul əkməm. Burada zə dedikdə iki səs qədər zəni uzadırıq. Pəltəy zə hərfidir bu. Dilimiz iki dişin arasına xəfif şəkildə girib və pəltəy zə hərfini çıxarırıq məxrəcini. Zətul ləmi saxlayırıq incə şəkildə. Zətul əkməm. Kəf hərfinin məxrəcin izhar etmək lazımdır. Məxrəci düzgün çıxartmaq lazımdır. Dilin kəf hərfinin məxrəci dilin sonu və dilçəyin axırındadır. Deyirik əkməm. Burada məni 4 hərəkət miqdarında uzadacağıq. Çünki ayə sona yetir. Bəli, ayə sona yetir. Və 4 hərəkət miqdarında uzadacağıq. Mimi də izhar edəcəyik. Mimin altında olan kəsrə atılır və üstündə bir sükun peyda olur. Bir də oxuyuram. Əkməm. Ağız yumulur. Əkməm şəklində izhar edəcəyik, deyəcəyik. 12. Vəl-həbbu zul-asfi. Vəl-həbbu zul-asfi. Vəl-həbbu dedikdə burada vəf hərfinin məxrəci demək dodaqlar qönçələnir, ədirik. Ləmin sükununu saxlayırıq. Burada izhari qəməriyyədir. Çünki hə hərfi izhari qəməriyyədir. Ona görə də ləmin sükunu nə olur? Saxlanılır. Vəl-həbbu. Ləmi saxlayırıq. Vəl-həbbu. Bə hərfi incə samitlər qrupuna aiddir, təşdidlidir. Zul-qasfi. Zul-qasfi. Zu pərtək. Burada ləmin sükununu saxlayırıq. Zul incə şəkildə deyirik. Zul-qasfi. Qayn hərfini boğazın ortasından çıxarırıq. İncə şəkildə deyirik. Sad hərfinin məxrəci isə dil kökdən yuxarı qaldırılaraq tələffüz olunacaq və 2 saniyə müddətində sadın məxrəci saxlanılacaq və hərfin məxrəci eşidilməlidir, izhar olunmalıdır. Bir də oxuyuram. Burada incə zul-asfi. Bu hərfi dedikdə qayna a vermək olmaz. Bəzi vaxtda qiraətçilər buna nə edirlər? A verirlər. Zul-as bu şəkildə demək lazımdır. Asfi. Fə hərfinin məxrəci demək yuxarı üst dişlə alt dodağın arasında olacaq. Sonra gəlir vər-rayhan. Vəf hərfinin məxrəci, dodaqlar qönçələni ədirik.
vəvin məxrəcindən çıxıb ranın məxrəcinə giririk, qalın deyirik. Y'nin məxrəci 2 saniyə müddətində saxlayırıq. Dilimizdəki Y hərfi kimidir. Hə məddi ariz olacaq. 4 hərəkət miqdarında uzadılacaq. Çünki ayə vəqfə gedir. Nun hərfini də izhar edirik. Bir də oxuyuram. Vər-rayhən Vər-rayhən şəklində oxuyacağıq. Sonra 13-cü ayə. Fəbi-əyyi ələi rabbikuma. Bir də oxuyuram. Fəbi-əyyi ələi rabbikuma. Burada fəbi-əyyi dedikdə fə demək incə samit, fənin məxrəci üst dişlə alt dodağın arasında olacaq incə şəkildə, bi incə şəkildə. Sonra əyyi dedikdə burada idğam olur, əyyi, amma buradakı idğamı bir qədər çox yox, az şəkildə, bir naqis şəkildə sıxacağıq. Fəbi-əyyi biraz yumuşaq şəkildə bildirəcəyik. Ələ-i də təbi mədli hərfdir. Əlifin üstündə demək nə var? Məd var. Lə 3 hərəkət, üzr istəyirəm, 3 yox, 4 hərəkət miqdarında uzadılacaq. Çünki həmzə lə ilə bir yerdə işlənib. Ona görə burada əlifin üstündəki məd 2 səs, 4 səs miqdarında uzadılacaq. Ələ-i Rabbikumə. Ra qalın oxunacaq. Ra'nın məxrəci demək ki, dil yuxarı üst dişin altında ətə dəyir. Rabbi burada incə samitdir. Rabbi özə təşdidlidir. Rabbikumə kəf hərfinin məxrəci dilin sonu dilçəyin axırındadır. Rabbikumə mə 2 səs qədər qaldırılır. Tukəzzibən. Tu burada tu hərfi incə samitdir. Kə incə samit. Zə pəltək. Dil 2 dişin arasına xəfif şəkildə girir. Bən isə burada 4 hərəkət miqdarında uzadılacaq. Nunun altındakı kəsrə atılacaq və üstündə sükun peyda olacaq. Və bir daha bunu oxuyuram. Tukəzzibən şəklində deyəcəyik. Sonra gəlir bizə 14-cü ayə. Xaləqal insənə. Xa qalın, ləm incə, qaf qalın. Hərəsini ayrı-ayrılıqda nə etmək lazımdır? Demək lazımdır. Xaləqal insənə. Xa hərfinin məxrəci boğazın yuxarısında, lə ağız boşluğunda deyiləcək incə samitdir. Qal deyir. Qaf hərfinin məxrəci qaf və kəf hərflərinin hibridindən ibarətdir. Xaləqal yox, xaləqal ləmin sükununu nə edirik? Saxlayırıq, incə şəkildə deyirik. Xaləqal insənə də burada nun səsi yox, üzrə nun hərfi sinə yetişir, ixva olacaq. Sin hərfi ixva hərfidir. Nunun 1/3 hissəsi sinin məxrəcində gizlədilir. Sin hərfi dilimizdəki s hərfi kimidir, fərq etməz. Bir də oxuyuram. Xaləqal insənə. Xaləqal insənə. Bu da sə 2 səs qədər qaldırılır. Çünki təbi mədli hərflər nə dilimizdəki n hərfi kimidir, fərq etməz. Min salsalinə gəlincə baxırıq.
Min salsalində nun hərfi sada yetişir. İxva. Sonra burada da sa hərfi qalın deyiləcək. Sonra lin. Burada da bir dənə ixva var. Nun tənvindəki nun səsi kəfə yetişir. Bunu da ixva eləyəcəyik. İndi bunu oxuyaq. Min salsalin. Min salsalin. Sat hərfinin məxrəci dil kökdən yuxarı qaldırılır və dolu sad deyilir. Min salsalin. Burada da sad hərfi qalın deyilir. Salsalin. Burada nun səsini gizlədəcəyik kəfin məxrəcində və kəfin məxrəci dediyimiz kimi hardadır? Kəfin məxrəci dilin sonu və dilçəyin axırındadır və ixva-i kubra olacaq. 3 saniyə müddətində gizlədəcəyik. Bir də oxuyuram. Salsalin kəl-fəxxar. Salsalin kəl-fəxxar şəklində deyəcəyik. Kəl-fəxxar dedikdə burada kə hərfi incə samitdir. Kəl dedikdə ləm hərfinin məxrəci saxlanılır və izhari burada nə olacaq? Qəməriyyə olacaq. Kəl-fəxxar. Kəl-fəxxar. Burada xa 4 səs qədər uzanacaq. Çünki məddə ariz olacaq. Ra hərfi altındakı kəsrə atılacaq. Üstündə sükun peyda olacaq. Bu da ra hərfi qalın oxunacaq. Bir də oxuyuram. Kəl-fəxxar. Kəl-fəxxar şəklində oxunacaq. 15-ci ayə. Sonra və xaləqa ardına baxaq. Bəli, burada ləmi saxlayacağıq. Və xaləqal cənnə. Bir də oxuyuram. Və burada demək dodaqlar qönçələnir, deyirik. Xa qalın, boğazın yuxarısından çıxarılır. Lə incə, qaf qalındır, istilah hərfidir. Qafın məxrəci dilin sonu və dilçəyin başlanğıcındadır. Xaləqal. Burada ləmi saxlayırıq. Burada nə olacaq? İzhari qəməriyyə olacaq. Burada cənnə kəlməsində cənnə. Burada mədd olacaq, bir də məddi lazım olacaq. Niyə görə məddi lazımdır? Çünki məddən sonra təşdidli hərf gəlib. Nun hərfi. Təşdidli hərfin biri sükunlu, o birisi isə hərəkəli olur. Ona görə də burada gördüyünüz kimi 4 hərəkət miqdarında uzadılmaq göstərilir. Yəni bu olacaq məddi lazım. İndi bir də oxuyuram. Və xaləqal cənnə. Əl-cənnə. İdğamı, yəni burada mə'al-ğunnəni aşkar bildirmək lazımdır. Sonra mim məricin kəlməsində nun hərfi mimə yetişir. Nun hərfi yetişir mimə. Nun hərfi çevrilir mimə və idğam mə'al-ğunnədir. Burunda sıxacağıq. Mim məricin minnər. İdğamlar dalbadal gəlir. Bir idğam burada, mimmədə, ricin dedikdə bir idğam burada. Sonra bir dənə də idğam burada. 3 dənə idğam gəlir ard-arda. Mimməricim minnər şəklində oxuyacağıq. Məricində, məri, burada mə 2 səs qaldırılır. Ri incə oxunacaq. Cindəki fəthə, yəni tənvin kəsrə, fəthə yox, tənvin kəsrədə nun mimə dəyir
və mimə çevrilir. Məricim, məricim, mimə çeviririk nunu. Sonra buradakı nun dəyir nun hərfinə. Burada da idğam mə'al-ğunnə olur. Məricim min nər. Burada nər kəlməsində nə məddi ariz olacaq. 4 hərəkət miqdarında uzadılacaq. Rin kəlməsində in atılacaq. Ra'nın üstünə bir sükun gələcək və qalın oxunacaq. Min nər. Min nər şəklində oxunacaq. 16-cı ayə. Fəbiəyyi. Fəbiəyyi. Fəbiəyyi də fə incə samitdir. Hərfin məxrəci yuxarı üst dişlə alt dodağın arasında olacaq. Bi incə samit. Yə dilimizdəki y hərfi kimidir. Fəbiəyyi yumuşaq şəkildə, incə şəkildə bunu deyəcəyik. Çox sıxmayacağıq. Fəbiəyyi. Ələ-i. Ələ-i-də burada əlifin üstündə məd var. 2 səs. Lə 4 səs qaldırılacaq. Çünki burada həmzə məddə aiddir. Ələ-i. Rabbikumə. Rabbikumə. Ra qalın. Bi. 2 dənə şəddəli hərf var. İncə. Kumə. Ku incə. Kəf hərfinin məxrəci. Demək, dilin sonu və dilçəyin axırındadır. Mə 2 səs qədər qaldırılacaq. Rabbikumə. Tukəzzibən. Tukəzzibən. Tukəzziban kəlməsi. Tukəzzibən kəlməsində tu burada tu incə samit. Kə incə samitdir. Kəfin məxrəci dilin sonu dilçəyin axırındadır. Tukəzzibən. Zə hərfinin məxrəci pəltəkdir. Dil 2 dişin arasına girərək, xəfif şəkildə girərək, pəltək zə hərfinin məxrəcini çıxarırıq. Tukəzzibən. Bə burada 4 hərəkət miqdarında uzadılacaq. Çünki məddi ariz olacaq. Ayə nədir burada? Sona yetir. Nun hərfinin məxrəci izhar edirik. Aşağısında kəsrəni atırıq. Nunun üstünə bir sükun gəlir. Və izhar edirik. Bir də oxuyuram. Tukəzzibən. Və nunu gördüyünüz kimi izhar etdik burada. Və indi növbəti biz ayəyə baxaq. 17-ci ayə. Gəlir. Rabbul məşriqayni. Rabbul məşriqayni. Rabbul məşriqayni dedikdə ra hərfi qalın. Bul dedikdə bul burada ləmin məxrəcini saxlayırıq. Burada izhar-ı qəməriyyədir. Rabbul məşriqayni. Məşri rədən sonra gələn i incə oxunacaq. Qayni. Demək, Rabbul məşriqayni. Qayni də burada qaf hərfindən sonra yə saxlanılacaq məxrəci. Qayni. Və Rabbul məğribəyn. Zəf hərfinin məxrəci demək, dodaqlar qönçələnir, ə şəklində çıxarırıq. Və Rabbul ləmin məxrəcini saxlayırıq. Qayn hərfinin məxrəci boğazın yuxarısındadır. Məğri incə oxunacaq. Məğribəyn. Əl-məğribəyn. Ayə sona çatdığına görə yənin burada 4 hərəkət miqdarında saxlaya bilərik. Bir də oxuyuram. Əl-məğribəyn şəklində oxuyub saxlayırıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.